Salamlar, mən Savuşdi. Mən sizə bugün 2 dənə ən güclü isxoniklər təqdim edirəm. Bu Warlock D3D2-nin isxonikidir. Yəni ki, isxonik nə deməkdir? Yəni ki, Valhaqı sizdə visual basic varsa, bunu rahat Valhaq düzəldə bilərsiniz özünüzdən. Ən güclü Valhaq bu ikisidir. Ya, hansı ki, o düzəldilər də içində damaqlı zaddır, yəni speed hack zad. Hamısı bu VX ilə indiki azərlər yəni bununla düzəldir, tapa bilmirlərsə mənim saytımdan tapacaqlar. Demişdim ki, bütün əsirlərim var, hamısını açıb tökəcəm. Budur, 2 dənə isxonik. Yəni hansı ki, bu saniyə bu 2 dənə isxoniki ruslar satır. Yəni onları sizə mən pulsuz təqdim edəcəm. Mən VX yığmıram çünki mənim vaxtım olmur. Yoxsa Azərbaycanda ən yaxşısı mən yığaram. Yəni sizə təqdim edəm, siz yığın öz adınıza. Yəni, bir sözlə keyf eləyin. Yəni gördüyünüz kimi baxaq. Baxın. Warlock birincini açırıq. D3D 2. Baxa görə işləyir ya yox. Onu da deyim ki, Azərbaycan heç bir saytında yoxdur. Sadəcə mənim saytımdan götürəcəklər. Başlayacaqlar səviyyəsiz saytlarda VX düzəldib qoymağa, yerləşdirməyə. Deyəcəklər ki, bunu özüm tapmışam. Elə adamlar olacaq. Yəni deməyəcək ki, az içidirdə mən bu isxonikləri götürmüşəm. Belə adam tapılmayacaq məncə. Mən sizə heç bir Azərbaycan saytında bu isxonikləri verən yoxdur. Çünki özlərinə cheater demək istəyir. Mən demək istəyir ki, mən cheaterəm. Heç nə demək istəmir. Amma mən ilə belə demişəm də. Hər şey, bütün sirləri açıb tökəcəm. Bu isxonikləri sizə təqdim edirəm. Baxın, birinci isxonikdə baxaq. Özü ekstra yox, menü yox. Mine, CPP-yə baxaq bura. Deməli belə. İşte basırıq üstündən. Gördüyünüz kimi baxın. Demək görə içində nə var bunun? Bunun içində deməli bir dəqiqə sizə deyəcəm. Baxın, baş rəngi, rəng 1, rəng 2, hər şey var. Yəni divar xalq, arxa fon, D3D model, üstün yox ed, Asus xalq, otaq xalqları, kupon, otaq, vaxtı dondur, açıqlar, tez qaçış, damaq, tez vuruş, skill xalqların cürbəcürü, yəni belə oyundan çıx, fraps, vaxt, menünün yerini dəyiş, digərlər var, hər şey var. İndi bunu bağlayaq, siz edit deyəsiniz də, gəlir sizdə visual basic varsa. Açaq ikinci isxonikimizi, D3D xalq, açırıq bunu. Deməli, buna da baxın diqqətlə. Gördüyünüz kimi. Bunda da, deməli, editləmək olur VX-ni. Burada da hər şey var. Yəni, baxın, burada da var. Bölmələr, divar haq, rəngli VX, divar haq 1, divar haq 2. Sonra baş rəngi, C4, C5, hər şey. Bəzilər uçsadır, mən editlədiyim yerdə. Siz editləyərsiniz bu sözləri. Sonra skill haq, özünüz bilərsiniz. İndi mən yoxlamamışam bunları. Bir dəfə yoxladım, işləyirdi. İndi bilməmişdə, ya yox, onu bilməm. Amma işləyir 100%. Çünki bunu düzəldən indi də var ruslar. Gördüyünüz kimi hər şey var içində. Mən sizlər üçün təqdim edirəm. Buyurun, bir sözdən keyf edin. İndi qoyacam sayta. Sağ olun.